Bismillahirrahmanirrahim. Rabbi şrah li sədri və yəssir li əmri vəhlul uqdətən min lisani yəfqahu qavli. Biz feildə tövhid mövzusu haqqında söhbət edirik və söhbət etdik və həmçinin də davam edirik bu mövzunu. Qeyd etdik ki, feildə tövhid nəzəri tövhid və əməli tövhid qismlərinə bölünür və bunların da hər biri özünə məxsus təsnifata sahibdir. Nəzəri tövhid haqqında söhbət edirdik. Qeyd etdik ki, nəzəri tövhid 3 əsas hissəyə bölünür. Xaliqiyyətə tövhid, rububiyyətə tövhid və uluhiyyətə tövhid. Xaliqiyyətə tövhid məhz Allahın xaliq olmasını bəyan edirdi. Rububiyyətə tövhid məhz Allahın malik və ixtiyar sahibi olmasını bəyan edirdi. Və rububiyyətə tövhidi 2 hissəyə böldük. Təkvini rububiyyət, təşrii rububiyyət. Təkvini rububiyyət təbiəti əhatə edir, ixtiyardan kənar mövzuları əhatə edir və ona qarşı çıxmaq mümkün deyil və istənilən halda da əgər istənilərsə hər hansısa bir şey bu iradə, bu rububiyyətlə mütləq həyata keçir. Lakin təşrii rububiyyət tam əksinədir. Qanunlar haqqındadır. İnsan ixtiyarına aiddir. İnsan ixtiyarına aid olduqda deməli insan ixtiyarından istifadə edib ona qarşı çıxa bilir və əlbəttə ona qarşı çıxdıqda müxtəlif yaxşı, müsbət cəhətdə mükafatlanır, savabla nəticələnir, mənfi cəhətdə günahla üzləşir. Bəs rububiyyəti 2 hissəyə böldük, təkvini və təşrii. Lakin biz təşrii rububiyyəti hakimiyyətdə tövhid, hakimiyyətdə tövhid adı ilə, ibarəsi ilə bəyan etdik. Və sonda üluhiyyətdə tövhid haqqında söhbət etdik, qısa və konkret bəyan etdik ki, üluhiyyət ilah kəlməsindəndir, ilah məbud deməkdir. Yəni, məhz Allahdır ki, ibadətə layiq, məhz Allahdır ki, sitayişə layiq. Bu üluhiyyətdə tövhid haqqındaydı və bu anlayış və bu anlam, bu etiqad və bu əqidə İslamın əsas şüarı ilə özünü göstərir. O da La ilahə illallah kəlməsi idi ki, biz sonda məsələnin axırda, yəni söhbətimizin axırında, bugün ümumiyyətlə feildə tövhid mövzusunun sonunda qeyd edəcəyik ki, üluhiyyətə tövhidin əhəmiyyətinə qeyd edəcəyik və qeyd edəcəyik nəyə görə məhz. La ilahə illallah şüarı İslamın əsas şüarıdır ki, Peyğəmbər də risalətinin əvvəlində məhz bu cümlə ilə iştirak edir və buyurur ki, qulu la ilahə illallah tuflihu, la ilahə illallah deyin və azad olun, səadətə çatın. Nəyə görə məhz üluhiyyət mövzusunu önə çəkir, biz bu haqda söhbət edəcək. Üluhiyyət haqqında da söhbət olundu. Lakin əməli tövhidə keçid etməzdən öncə mən bir neçə bugünkü söhbətim bu məsələyə aiddir. Bir neçə məsələ haqqında aydınlıq gətirmək istərdim. O da Allahdan başqa insanların xəlq mövzusunda yaradıcı olması, hakim olması mövzusu haqqında mən işıq salmaq istərdim məsələyə ki, ümumiyyətlə bu mümkündür yoxsa yox. Biz feildə tövhiddə bəhs edərkən qeyd etdik ki, feildə tövhid mənası 2 əsas hissədən ibarətdir. Allah əməllərində şəriki yoxdur, Allah feilində heç bir şərikə ehtiyacı yoxdur və bütün feillər də Allahla yekunlaşır və bütün işlər, əməllər də, insanların bütün işlər, əməllər də Allaha isnad verilir. Biz bu məsələni qeyd etdikdən sonra belə bir sual meydana gəlirdi ki, görəsən, bəs bizim etdiyimiz əməllər necə mənalanmalıdır? Biz feildə tövhid mövzusunun əvvəllərində geniş bu haqda söhbət etdik ki, biz insan feillərindən söhbət etdik. Həmçinin cansız təbiətdə də vasitələrdən danışdıqda, insan feillərindən də biz danışdıqda qeyd etdik ki, bu əməllər, bu feillər öz yerində mövcuddur. Lakin Allahın feilinin kənarında deyil, bəlkə Allahın feilinin iyerarxındadır. Yəni, ondan bəhrələnir, ondan qaynaqlanır və onun nəzarəti və əhatəsi və hakimiyyəti altındadır. Nəinki onun kənarında, onun gücü ilə bərabər səviyyədə deyil. Bu haqda biz geniş söhbət etdik. Lakin
burada yenidən bu sual meydana gəlir ki, əgər biz nəzəri tövhiddə, Allahın xaliqiyyətdə, rububiyyətdə məhz Allahı yeganə hesab edildiksə, yalnız Allah yaradandırsa, yalnız Allah ixtiyar sahibidirsə, yalnız qanunverici Allahdırsa və bütün nəzarət Allahın əhatəsindədirsə və bütün nəzarət Allaha aiddirsə, bəs onda Allahdan başqa heç bir kəs xaliq ola bilməz və heç bir kəs ixtiyar sahibi malik ola bilməz və heç bir kəs hakim ola bilməz. Yəni bu tövhidin əsas şüarı və tövhidin əsas özəyi və əsas mənası bundan ibarətdir və bu belədir. Lakin biz görürük bundan başqa bir cəhətdə görürük ki, bəzən yaradıcılıqdan, insanların yaradıcılığından bəhs edilir, insanların hakimiyyətindən bəhs edilir. Bunu biz necə mənalandırmalıyıq? Bugün mən bu məsələyə işıq salmaq istədim, bu məsələ haqqında söhbət etmək istədim ki, hansı mənada biz tövhid qeyd etdikdə, hansı mənada biz tövhidi mənalandırırıq? İlk növbədə mən bu məsələni qeyd edirəm ki, yəni 4 mərhələdə bu məsələnin bəyanına mən çalışacağam və 4 mərhələdə bu məsələni izah edəcəyik. Ümumiyyətlə, Quranda biz Qurana müraciət edirik. Tövhid haqqında söhbət etdikdə, yəqin ki, əqli məsələ ilə də çıxış edə bilərik. Lakin vaxtımızı nəzərdə alıb Qurana müraciət edirik ki, Quran bütün insanlar, bütün müsəlman, bütün insan və İslam dünyasında hamı tərəfindən inkar edilməz bir həqiqətdir və Quranın özünə müraciət etmək məsələni daha da dəqiqləşdirir. Çünki Quran həm öz etibarına görə, həm də əqli məsələlərdən insan ağlına uyğun söhbət etdiyinə görə məsələni tamamilə bizim üçün açıqlayır. Ona görə Quranda baxmaq lazımdır ki, insanların tədbiri və xaliqiyyəti məsələsinə necə yanaşır? Ümumiyyətlə, insan Allahdan var. Biz əgər xaliqiyyəti, tədbiri, iradəni və hakimiyyəti Allaha isnad veririksə, məhz Allaha aid hesab ediriksə, Quranda da görəsən belədir, yoxsa insanlar haqqında da bəyan edilir. Ona görə Qurana müraciət etdikdə biz ilk növbədə, ilk qarşılaşdığımızda biz Quran ayələrinə müraciət edirik və görürük ki, Quran ümumiyyətlə müstəqil vasitələri tövhidə zid hesab edir. Tövhid mənasına zid hesab edir. Necə ki, burada da qeyd olunur, diqqət etsəniz. Birinci mərhələ bundan ibarətdir ki, ilk baxışda Quran tamamilə Allahdan başqa, yaradıcıdan başqa, Rəbdən başqa bütün varlıqların Rəbb olmasını, bütün varlıqların xaliq olmasını inkar edir. Müstəqil şəkildə onların Rəbb və xaliq olmasını inkar edir. Quran ayələr, müxtəlif ayələr biz buna nümunə olaraq gətirə bilərik. O cümlədən Allah Teala buyurur ki, Qul ya əhləl kitab Ali İmran surəsinin 64-cü ayəsindəki nəzər salsanız, burada da bəllidir, görünür. Allah Teala buyurur, Qul ya əhləl kitab təaləv ilə kəlimətin səvain beynina və beynikum əllə nə'budə illallah və la nüşrikə bihi şeyən və la yəttəxizə bə'duna bə'dən ərbabən min dunillah. Allah Teala Ali İmran surəsində açıq-aşkar bəyan edir ki, ey əhli kitab, gəlin bərabər bir əqidəyə malik olar. İlə kəlimətin səvain beynina və beynəkum. O da nədən ibarətdir? Məhz Allaha ibadət edək və Allaha şərik qoşmayaq və bəzilərimizə Rəbb hesab etməyək. Bu açıq aydın göstərir ki, məhz Allah Rəbbdir və Allah Teala xaliqdir və Allaha ibadət olunmalıdır, sitayiş olmalı. İlah və üluhiyyətə xas yalnız Allahdır və ondan başqa heç kimi biz İlah hesab edə bilmərik, Rəbb hesab edə bilmərik, xaliq hesab edə bilmərik. Bu tövhidin əsas mənasıdır. Bura qədər biz belə də söhbət etmişik və bu nəticəni və Qur'anın da buyurduğu və hədislərin buyurduğu da məhz bundan kənar deyil. Həmçinin digər bir ayədə Cin surəsinin 21-22-ci ayələrində Allah Teala Peyğəmbərin dilindən buyurur ki, çox maraqlı bir cümlədir. Buyurur, Qul inni la əmliku ləkum zərrən və la rəşədə. Qul inni lən yücirəni minəllahi əhəd və lən əcidu min dunihi multəhədə. Peyğəmbər buyurur ki, mən sizə heç bir ziyan yetirə bilmərəm və sizi də hidayət etmək də məndən deyil. Və həmçinin qarşılıqlı olaraq kimsə də mənə pənah verə bilməz və mənim pənahım yalnız Allahdır. Yəni, nə mən bir kəsin pənahıyam, nə mən Peyğəmbər buyurur, nə mən bir kəsi hidayət edənəm, nə mən bir kəsə ziyan verə bilərəm.
Bu mənim ixtiyarımda deyil. Həmçinin də qarşı tərəfdən də kimsə iddia edə bilməz ki, sən mənim pənahımdasan. Mən heç kimin pənahında deyiləm. Allahın pənahından başqa. Yalnız pənahım Allahdır. Burada da tamamilə bütün feil, əməl və bütün nəzarəti Allaha məxsus hesab edir. Allahın inhisarında hesab edir. Bu da bir ayədir ki, göstərir ki, açıq-aşkar göstərir ki, Quran ondan başqa, Allahdan başqa bütün müstəqil varlıqları müstəqil şəkildə əgər Rəbb hesab olunarsa, Xaliq hesab olunarsa, ilah hesab olunarsa rədd edir və inkar edir. Həmçinin digər ayədə mən müxtəlif ayələri qeyd edirəm ki, biz yaxşı onu hiss edə bilək, yəni məsələni. Digər bir ayədə Allah Teala buyurur: قُلِ ادْعُوا الَّذ۪ينَ زَعَمْتُمْ مِنْ دُونِ اللّٰهِ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ. Allah Teala hiss olunacaq şəkildə qeyd edir ki, insanlar bunu düşünə bilsinlər. Deyilən o kəslərə ki, Allahdan başqasını seçirlər. Onlar yerdə və göydə bir zərrəyə malikdirlərmi? Yəni, Allahdan başqasını seçən insanlar düşünməlidirlər ki, onlar hər hansısa bir şeyə malikdir, yoxsa yox. Əgər malik deyillərsə, o necə Rəbb ola bilər? Yalnız Allahdır hər bir şeyə malik. Bu da o tövhidin əsas mənasını çatdırır. Rububiyyətdə tövhid məsələsini vurğulayır. Həmçinin digər bir ayədə Tövbə surəsində bu qeyd etdiyimiz Səba surəsi, Tövbə surəsində Allah Teala buyurur ki: "İttəxəzu əhbarəhum və ruhbanəhum ərbabən min dunillah vəl-Məsih ibn Məryəm və ma umiru illa liya'budu ilahan vahidən la ilahe illahu və subhanahu amma yüşrikun." Onlar öz alimlərini, öz necə deyərlər, rahiblərini ilah hesab etdilər, Rəbb hesab etdilər və həmçinin İsa, Məryəm oğlu Məsih və İsanı da Rəbb olaraq qəbul etdilər. Lakin Allah əmr etmişdir ki, ondan başqa, Allahdan başqa məbud yoxdur. Yalnız Allahdır sitayişə və ibadətə layiq. Bu da haradasa Allahın üluhiyyət və rububiyyətinin tövhidinə sübut və dəlildir ki, əlbəttə biz bu haqda söhbət etmişik yəqin ki, yəni bunu qeyd etmək istəyirəm ki, Allah Teala özündən başqa digərinin Rəbb olmasını, malik olmasını, xaliq olmasını tamamilə inkar edir, rədd edir Quranda. Həmçinin Ali İmran surəsində buyurur: "Və la yəmurakum ən təttəxizul mələikətə və nəbiyyinə ərbabən." Mələklər və peyğəmbərləri Rəbb olaraq sizə əmr etməmişik. Yəni, əmr etməmişik ki, onları Rəbb hesab edəsiniz, onları Rəbb hesab edə bilməzsiniz. Nə mələkləri, nə peyğəmbərlər Rəbb olaraq siz onları nəzərdə ala bilməzsiniz, xaliq olaraq nəzərdə ala bilməzsiniz. Və mələkum digər bir ayda buyurur Şura surəsində: "Və mələkum min dunillahi min vəliyyin və la nəsir." Son bir söz bundan ibarətdir ki, və mələkum min dunillahi min vəliyyin və la nəsir. Əgər vəli və vilayət sahibi varsa və əgər köməkçi varsa, məhz Allahdan ibarətdir. Yeganə Allahdan ibarətdir. Bu birinci məsələ bundan ibarət ki, biz tövhid dedikdə bütün feilləri Allaha isnad veririk, ondan başqa müstəqil bir varlığı qəbul etmirik. Lakin məsələ bundan ibarətdir ki, mövzu bununla bitmir. Biz axı Quranda görürük ki, Allah Teala digərinin də xaliq olmasını bəyan edir. Bu bizim sözümüz deyil, bizim fikrimiz deyil, bizim ağlımız deyil. Bu Allahın Quranda buyurduğudur. Allah Teala əgər buyurursa ki, bütün xaliqiyyət, rububiyyət, üluhiyyət Allaha məxsusdursa, digər bir ayələr mövcuddur ki, xaliqiyyəti digərinə də isnad verir. Onu biz necə başa düşməliyik? Ki, ona görə mən birinci olaraq bu məsələdə, bu kəlmədə israrlıyam ki, diqqət olunmalıdır ki, birinci məsələdə qeyd etdi ki, Allah Teala müstəqil olaraq, Allahdan müstəqil, Allaha söykənmədən, Allahın tövhidini nəzərdə almadan hər hansısa bir digərini malik hesab etmək tövhidə ziddir. Lakin əgər müstəqil olmazsa, ikinci mərhələdə biz bu məsələni vurğuluyuruq. O da nədən ibarətdir? Təbiətdə vasitələrə ehtiyac olduğu kimi şəriətdə də bizim vasitələrə ehtiyacımız var. Yəni biz feildə tövhidin İlk söhbətlərimizdə qeyd etdik ki,
yaranış iki hissədən ibarətdir. Fövqəltəbii aləm, təbiət alimi. Fövqəltəbii aləmdə bizim maddiyə ehtiyac yoxdur. Onlarda hər bir şey yeknəsəkdir, bir səviyyədədir. Ya rükû halındadır mələklər, ya səcdə halındadır. Üsyan etməzlər Allaha. Bir səviyyə. Onlarda Allah Teala nə istəsə, orada Allahın istəyi tamamilə icra olunur. Amma təbiət aləmində demək olar ki, əgər qanunla biz təşri haqqında keçən söhbətimizdə bəyan etdik, əgər təşri məsələsi ortaya gəlirsə, qanunlar məsələsi, qanunvericilik məsələsi ortaya gəlirsə, insan və ixtiyar anlayışı ortaya gəlirsə, burada vasitələrə ehtiyac duyulur. Yəni, təbiət aləmi maddi bir aləmdir və təbiət aləmi maddi aləm olduğuna görə maddi dünyanın nəticələri vasitələrə möhtacdır. Bu, Allahın qüdrətinə xələl yetirmir. Bəlkə təbiət aləminin ehtiyacından xəbər verir. Yəni, belə demiş, mən daha təkrar etmirəm, vaxtı almaq istəmirəm ki, biz keçən söhbətlərimizdə bəyan etmişdik ki, Allahın bu maddi təbiət dünyasında maddəyə ehtiyac Allahın ehtiyacı deyil, bəlkə maddənin ehtiyacıdır. Və hardasa, məsələn, Quranda buyurur və ənzələ minəs-səmai maən fəəxrəcə bihi minəs-səmərati rizqan ləkum. Biz suyu göndərdik və su vasitəsilə sizin üçün ruzi hasil etdik. Yaxşı, Allah Teala susuz ruzi hasil edə bilməzdir. Allah Teala susuz ruzi hasil edə bilər. Lakin ruzinin hasil olması suya möhtacdır. Yəni, bu Allahın ehtiyacı deyil, bəlkə ruzinin ehtiyacıdır. Çünki maddi dünyadır və maddi dünya vasitəsiz mümkün deyil. İkinci mərhələ də məhz bundan ibarətdir. Yəni, təbiətdə vasitələrə ehtiyac duyulursa, yəni ağacın yetişməsi üçün, hər hansısa bir bitkinin bar verməsi üçün suya ehtiyac var, torpağa ehtiyac varsa, bunsuz mümkün deyilsə və bu Allahın tövhidi ilə zidd deyil. Təbiətdə bu vasitələrə ehtiyac varsa, təbii ki, şəriətdə də bu vasitələr, nəyə görə biz şəriəti istisna etməliyik? Təbiətdə əgər ehtiyac varsa, təkvində, çünki keçən dəfə bəyan etmişik də, hamıya bəllidir. Təkvində əgər vasitələrə ehtiyac varsa, təbiətdə vasitələrə ehtiyac varsa, təbii ki, şəriətdə də vasitələrə ehtiyac var. Yəni, insan dairəsinə gəldikdə, insan yaranışına gəlib çıxdıqda biz deyirik ki, insanın da yetişməsi üçün, insanın da hər hansısa bir həddə çatması üçün, kamilliyə, mənəvi dəyərləri əldə etməsi üçün vasitəsiz mümkün deyil, vasitələrə ehtiyacı var. Necə ki, təbiətdə bu vasitələrə ehtiyac duyulur. Bu da ikinci məsələ. Bəs ikinci məsələdə biz bunu yaddan çıxartmamalı. Təbiətdə vasitələrə ehtiyac var. Bunu ağıl tamamilə qəbul edir və bu haqda söhbət etdik. Mən yeni bir söz bundan ibarətdir ki, şəriətdə də bu vasitələrə ehtiyac duyulur. Üçüncü mərhələ bundan ibarətdir ki, şəriətdə mövcud olan, necə ki, burada da siz diqqət etsəniz qeyd olunmuşdur, şəriətdə mövcud olan vasitələr Allaha isnad verildikdə heç də tövhidlə zidd deyil. Necə ki, təbiətdə biz vasitələri, yəni Allah Teala buyurur ki, mən ruzini su vasitəsilə sizə çatdırıram. Həmçində biz ayrı ayələrdən misal getirmişdik. Allah Teala buyurur ki, bir dəfə buyurur ki, mən özüm canları alıram. Bir dəfə buyurur ki, ölüm mələki canları alır. Bu tövhidlə zidd deyil. Bu heç də tövhidlə Quran özü buyurur. Həmçinin şəriət dünyasında da şəriətdə mövcud olan vasitələr tövhidlə zidd deyil. Lakin başqalarının, qeyd etdiyimiz kimi, başqalarının qanunvericiliyi Allahın qanunlarına zidd olmazsa etibarlı sayıla bilər. Yəni biz Allahdan başqa digər varlıqları da qanunverici kimi qəbul edə bilərik. Və bu heç də Allahın rübubiyyətdə tövhidi ilə zidd deyil. Nə üçün? Əgər bu qanunvericiliklər Allahın qanunları ilə üst-üstə düşərsə, bu tövhidlə zidd hesab olunur. Biz nəyə görə bu üçüncü məsələ tövhidlə zidd deyil? Çünki ikinci mərhələdə qeyd etdik ki, təbiətdə vasitələrə ehtiyac olduğu kimi şəriətdə də vasitələrə ehtiyac var. Bu, əlbəttə, Allahın ehtiyacı deyil, bəlkə insanların ehtiyacıdır ki, Allaha çatmaq üçün, saadətə nail olmaq üçün bu vasitələrə labüddür. Bu vasitələr olmalıdır. Yəni, qeyri-maddi bir varlıqla, maddi bir varlığın bir-biri ilə əlaqəsi üçün vasitə mövcud olmalıdır ki, tamamilə bir tərəfdən yuxarıdan qidalansın, digər bir tərəfdən də aşağı maddi dünyaya da qida verə
bilsin. Bu vasitələr labüddür. Lakin bu vasitələr, yəqin ki, yenə də təkrar edirəm ki, bu vasitələr qanunverici ola bilərlər, hakim ola bilərlər. Lakin bu hakimiyyət Allahın qanunları ilə zidd olmasa tövhidlə də zidd deyil. Allahın qanunları ilə zidd olsa, yəqin ki, tövhidlə zidddir. Yaxşı, bu məsələni biz Quranda görürük ya görmürük? Biz qeyd edirik, Quran ümumiyyətlə bu məsələ üçün məhz xüsusi bir ibarə və kəlmədən istifadə çox maraqlıdır. O da nədən ibarətdir? Buyurur ki, Quranda bu anlayış, yəni şəriətdə vasitələrin mövcud olması, insanların Allahdan başqa, insanların hakim olma imkanını Allah Teala biiznihi kəlməsi ilə Quranda bizə anladır, Quranda bizə başa salır. Yəni, bu çox önəmli bir məsələdir ki, diqqət etməyimiz lazımdır ki, Quranda Allah Teala biz baxırıq ki, müxtəlif ayələrdə biz Quranda görürük ki, müxtəlif ayələrdə Allah Teala biiznihi kəlməsindən istifadə etmişdir. Və bu biiznihi kəlməsi məhz Allahdan başqa digərlərinin də xaliqiyyətdə, rububiyyətdə əli olmasını göstərir. Yəni, rububiyyət hakim olma imkanını çatdırır. Lakin bu hakimiyyət yalnız Allahın icazəsi, izni və nəzarəti altında olmalıdır. Belə olduğu halda tövhidlə zidd deyir. Amma belə olmazsa, birinci mərhələdə qeyd etdiyimiz kimi müxtəlif ayələrdən istifadə etdik, görürük ki, əgər müstəqil şəkildə olsalar, Allahın izni olmadan, əgər hakimiyyət iddiası olarsa, Allahın izni olmadan, xaliqiyyət iddiası olarsa, Allahın izni olmadan, üluhiyyət iddiası olarsa, bu tamamilə tövhidlə ziddir və tövhidi tamamilə Allah Teala tərəfindən rədd olunur və inkar olunur. Lakin əgər vasitə nöqteyi nəzərindən Allahın qanunlarını icra edən bir qüvvə olarsa, Allahın icazəsi və izni ilə olarsa, bu qəbul olunur. Yaxşı, Quranda biz bununla rastlaşır. Bir tərəfdən Quranda Allah Teala buyurur ki, Peyğəmbərdən itaət etməlisiniz. Yaxşı, biz qeyd etdik ki, itaət, hakimiyyət Allaha məxsusdur. Lakin Quranda görürük, Peyğəmbərə itaəti də Allah mümkün hesab edir. Lakin bu itaəti buyurur ki, Allahın izni olarsa mümkündür. Necə ki, aşkar şəkildə burada qeyd olunmuşdur və siz də diqqət edirsiniz. Nisa surəsinin 64-cü ayəsində Allah Teala buyurur: "Və ma ərsilna min rəsulin illa liyuta'a biiznillah." Bütün peyğəmbərlərə Allahın izni ilə itaət olunmalıdır. Bəli, əgər Allahın izni olmadan bu itaət tövhidlə ziddir. Əgər Allahın izni olarsa, yəqin ki, bu itaət tövhidin eynidir və çünki Allahın öz buyruğudur. Əgər qəbul olunmazsa tövhidlə ziddir və əgər ona peyğəmbərə itaət olunarsa, tövhidin eynidir. Mən bura qədər məsələni tamamlayıram və daha geniş və bir ayələrə işarə etməklə, yəni tövhidin, nəzəri tövhidin bir qismlərinə işarə edib və Quranda digər bir varlıqların da xaliqiyyətdə, rububiyyətdə Allahın izni ilə imkanına işarə etmək istərdim ki, onu inşallah gələn söhbətlərimdə bəyan edəcək ki, Quranda məhz ayələr mövcuddur ki, Allahdan başqa bir varlıqları onun icazəsi olarsa, xaliqiyyət icazəsi vermişdir, rububiyyət icazəsi vermişdir. Bura qədər mən ümumi məsələni qeyd etdim ki, məsələ izah olunsun, dərk olunsun, bəyan olunsun və nümunələri inşallah gələn söhbətlərimizdə qeyd edəcəyik. Və selamun aleykum və rəhmətullahi və bərəkatuhu.